Salam, hər vaxtınız xeyir olsun. İzaha keçməzdən əvvəl qeyd eləmək istəyirəm ki, avqust ayından etibarən Azərbaycan dili və ədəbiyyat fənləri üzrə həm əyani, həm onlayn dərslərə başlayırıq. Əlaqə saxlamaq, qeydiyyatdan keçmək istəyənlər üçün videonun aşağı hissəsində əlaqə nömrəsi qeyd eləyirəm. Oradan əlaqə saxlayıb qeydiyyatdan keçə bilərsiniz. İndi keçək izahımıza. Deməli, kimi qoşması ilə işlənən sözlər cümlədə bəzən təyin, bəzən zəflik mövqeyində çıxış eləyir. Bəs bunu necə müəyyən eləyək? Bunu müəyyən eləmək üçün xəbərə baxmaq lazımdır. Nümunələrlə əsaslandırmışam. Birinci nümunədə Sənubər anası kimi baxırdı. Baxırdı cümlədə xəbərdir. Xəbər feillə ifadə olunub. Feillə ifadə olunan xəbərlə əlaqələndiyi üçün anası kimi burada zəflik mövqeyində çıxış eləyəsidir. Sənubər anası kimi ağıllıdır. İkinci nümunədə ağıllıdır sözü yenə cümlədə xəbərdir. Amma bu dəfə xəbər sifətlə ifadə olunub. Sifətlə ifadə olunmuş xəbərlə əlaqələndiyi üçün anası kimi yenə cümlədə zəflikdir. Və üçüncü nümunədə Sənubər anası kimi müəllimdir. Müəllim də cümlədə xəbərdir. İsimlə ifadə olunub. Əgər xəbər isimlə ifadə olunursa, anası kimi burada zəflik yox təyin mövqeyində çıxış eləyir. Deməli, xəbər feillə əlaqələnirsə, kimi qoşmalı söz burada olur zəflik. Əgər xəbər sifətlə ifadə olunursa, kimi qoşmalı söz olur yenə zəflik. Əgər xəbər isimlə ifadə olunursa, kimi qoşmalı söz olur cümlədə təyin. Diqqətiniz üçün təşəkkürlər.